Bu niyə ən böyük bayram kimi qeyd olunur və bu gün həmin bayramın keçmişə aiddirmi, yoxsa müasir dövrə bu bayramın bir tətbiqi, bir istifadəsi, bir yararlılığı varmı? Bəzi keçmiş var ki, o elə bu gün deməkdir. Bu gün Allaha aid olan bir məsələdir. Peyğəmbər getdi və dünya başlı başına qalırsa, bu əslində dünyanın özünün, Allahın yaratdığı aləmə hörmətsizlikdir. Niyə? Çünki onun dəyərini bilinməyən bir aləm var və heç kim onun dəyərini bilmir. Deməli, onun qədrini biləcək yenə bir nəfər lazımdır. Bizim bir əlimizdən tutacaq kiməsə ehtiyacımız var. Ontoloji olaraq insanlıq sözün həqiqi mənasında Allahın höccəti olmadan təkamülə çata bilməz. Ona görə də dinin gedişatında buna ehtiyac var. Salam əziz Rəngli Podkast izləyiciləri. Bu gün Qədirxum bayramıdır. Mən bu gün münasibəti ilə bütün izləyiciləri, bütün müsəlman dünyasını bu bayram münasibəti ilə təbrik edirəm. İlk öncə Qədirxum günü barəsində bir arayış vermək istəyirəm. Qədirxum ərəb dilində Qədirxum ifadə olunur. Bu 632-ci ildə miladi təqvimlə təxminən mart ayının 10 və 17-ci günləri arasında Zülhiccə ayının 18-də və Məkkə-Mədinə arasında Cühvə məntəqəsinin yaxınlığında olan bir hadisənin adıdır. Bu tarixdə hadisə olaraq Vəda həccindən Peyğəmbərimiz qayıtdıqdan sonra bütün həcdə iştirak eləmiş müsəlmanları bu məntəqədə saxlanılaraq baş vermiş bir hadisədir. Bu hadisədə qısa olaraq nə baş vermişdir? Peyğəmbərimiz belə bir əmr vermişdir. Öndə gedənlər dayansın, axırda gələnlər də gəlsin çatsın və Peyğəmbərimiz mühüm bir xəbəri, mühüm bir mesajı insanlara çatdırmışdır. O mesaj ki, Ərəbistanın ən isti məntəqələrindən birində baş vermişdir və həm Mədinədən gəldiyi zaman bütün müsəlmanların birləşdiyi nöqtədə baş verib, Məkkədən gəldikdən sonra isə bütün müsəlmanların ayrıldığı bir məntəqədə baş vermişdir. Bu Qədirxum məntəqəsində Peyğəmbərimiz belə bir mühüm mesajı çatdırır insanlara. Mühüm mesaj nədən ibarətdir? İnsanlar, mən sizə bu risalət boyu olan Allahın əhdini sizə, mesajını, əsas dini sizə çatdırdımmı deyə bütün müsəlmanlara buyurur. Və elə bir yerdə duyurdu ki, hətta deyirlər atların yəhərlərini ayaq altında elə şəkildə düzürlər ki, bütün insanlara Peyğəmbərin sözü çatsın deyə. Mən sizə Allahın əhdini çatdıra bildimmi? Hamısı belə də ifadə edir. Qalu bəla. Belə dedilər ki, bəli, sən Allahın əhdini, Allahın əmrini, dini bizə çatdırdın. Allahım şahid ol, mən insanlara bu dini çatdırdım. Mən sizin, elə isə mən sizin üzərinizdə ixtiyar sahibi deyiləmmi? Eynilə yenə də dedilər ki, bəli. Bu zaman Peyğəmbərimiz Həzrət Əli əleyhissalamın əlini tutaraq qaldırdı və insanların hər kəsinin görə biləcəyi bir şəkildə bunu etdi və dedi ki, elə isə mən kimin mövlası isəmsə, Əli də onun mövlasıdır. Bu Qədirxum hadisəsinin qısa bir informasiyasıdır, qısa bir özətidir. Amma bundan sonra hansı hadisələr baş verdi ki, bugün verilişimizdə bu nöqtələrə toxunacağıq. Hansı hadisələrə toxunuldu? Müəyyən hissələrdə belə bir məsələlər oldu. Həzrət Əli əleyhissalamı gəldilər, təbrik elədilər. Belə dedilər, bəxin ya Əli, təbriklər olsun ya Əli, əsbəhdə məvla kulli müminin, bütün möminlərin mövlası oldun.
müxtəlif ifadələr var ki, mən istəmirəm onların hər birinə toxunaq ki, çünki mövzu axarında bunlar hamısına toxunulacaq. Mən bunu qeyd eləmək istəyirəm ki, bu bayram Peyğəmbərimiz tərəfindən göstəriş verildi və ən böyük bayram kimi qeyd olundu. Bu niyə ən böyük bayram kimi qeyd olunur və bu gün həmin bayramın keçmişə aiddirmi, yoxsa müasir dövrə bu bayramın bir tətbiqi, bir istifadəsi, bir yararlılığı varmı? Verilişimizin 2 əziz qonağı var. Bir qonağımız ilahiyyatçı, araşdırmaçı Hacı Elşən İsmailov qardaşımızdır. Bir qonağımız da rejissor, senarist Pərviz Seyidli qardaşımızdır. Hər birinizə dəvətimizi qəbul etdiyiniz üçün təşəkkürümü bildirirəm. Hər birinizi xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Elə Elşən müəllimdən mövzunu başlayaq. Belə bir sualla müraciət eləyək ki, Elşən müəllim, bu bayram keçmişdə qalmalıdır, yoxsa bu bayramın müasir dövrə bir aidiyyəti varmı? Bismillahirrahmanirrahim. Mən də həm siz əzizlərin bayramını təbrik eləyirəm, həm tamaşaçıların bayramını təbrik eləyirəm. Allahdan istəyirəm ki, bu bayramı bizə mübarək eləsin. Doğrudan da çox gözəl burdunuz, müəyyən mətləblərə toxundunuz. Qədırxan bayramı və sizin də dediyiniz kimi çox mübarəkdir və o cəhətdən ki, Qədırxan bayramında mühüm bir hadisə baş verib. Bəli, dediyiniz məsələ var ki, bəzən belə başa düşülür ki, Qədırxan günü şiələrə məxsusdur və Qədırxan günü keçmişdə bir hadisənin sanki anım günüdür. Amma bu kökündən səhv bir məsələdir. Niyə? Çünki Qədırxan günü elə bir hadisə baş verib ki, o keçmişə aid deyil. Onun bu günlə əlaqəsi var və sabaha aid məsələdir. Əgər belə olsaydı ki, keçmişə aiddir, onda bəli, əgər doğrudan da isbat olunsa ki, bu keçmişə aiddir, bunun heç bir belə deyək, bu günlə əlaqəsi yoxdur, onda şiələrə bu sözləri demək olardı. Yəni demək olardı ki, şiələr ancaq belə sözlər çox deyilir. Məsələn, başqa mövzularda da var. Məsələn, şiələr həmişə səqəlin yox, səqifə məsələlərini çox gündəmdə saxlayırlar. Amma bəzi keçmiş var ki, o elə bu gün deməkdir. Üzr istəyirəm ustad, belə deyək də istiqaməti təyin elə bir söz. Bayram kimi qeyd olunursa, əlbəttə keçmiş tarixi aidiyyəti yoxdur. Siz daha məsələlərin Düppədüz. Əgər biz anım kimi keçiririksə, doğrudan da onun mahiyyətində bir anım yatırsa, onun bu günlə əlaqəsi yoxdur. Məsələn, bizim istənilən anım günlərinin bu günə aidiyyəti yoxdur. Məsələn, filan tarixdə filan bir hadisə olub. Biz bəzən keçirdirik, bəzən məşhur şairlərin və s. onların neçə yüzilliyini keçirir. Bu kimi mərasimlər anım mərasimləridir ki, keçmişi unutmamaq üçündür. Amma görəsən Qədırxan hadisəsi də belə hadisədir. Görəsən Qədırxan hadisəsində də keçmiş unudulmasın deyə, keçmişi yaşatmaq üçün anım formatında keçirilir. Və şiələrin də Həzrət imamları, sevdiyi imamları, İmam Əli əleyhissalamın orada adı çəkilib deyə təəssüblərindən dolayı həmən günü bayram keçirirlər. Görəsən belədir. Biz bugün demək istəyəcəyik ki, sizin də sualınız çox gözəldir. Biz demək istəyəcəyik ki, qəti şəkildə belə deyil. Bəli. Əgər belə olsa, siz o bir sözdə də vurğuladınız ki, gedişatda Eydullahül Əkbər, böyük bayram olmaz. Yəni bu bayramdır heç, həm də daha böyük bayramdır. Daha böyük bayram. Məsələn, bundan ibarətdir ki, həmən günün bu günümüzə və gələcəyimizə həddindən artıq təsiri var. Belə ki, Qədırxan günü hansı hadisə baş verdi? Qədırxan günü baş verən hadisə əslində insanlıq üçündür. Nəinki müsəlmanlıq üçün, nəinki şiəlik üçün. Bəzən belə düşünürlər ki, Qədırxan elə şiələrin bayramıdır. Şiələr özləri belə fikirləşirlər. Elə bəzən bizim təbliğatımızda da bu kimi şeylər ola bilər. Ancaq şiələrə məxsusdur, ancaq anımdır, ancaq belə məsələlərin gərək bir hadisənin mahiyyətinə
varid olunsun ki, hadisə nədən ibarətdir? Qədirxum günü insanlığa müraciət olunur. Hətta səhv təfəkkürlərdən biri budur ki, Qədirxum gününün Əli əleyhissalama adiyyəti var. Əli əleyhissalama dolayısıyla adiyyəti var, birbaşa yox. Necə dolayısıyla? Yəni bu gün Allaha aid olan bir məsələdir. Orada Həzrət Əli yox, başqa bir kəs ola bilərdi. Həmən günü imamət sistemi təqdim edilib. İmamət sistemi nədir? İmamət sistemi Allahın insanlara olan bir lütfünün davamıdır. Yəni insan yaradılışı, insan elə bir biçimdə yaradıldı ki, ona kitab, yəni ilahi konsepsiya nazil oldu. Niyə? Çünki onun daxili bir kimliyi var və belə bir kimlik, yəni onun ruha sahibdir. Belə bir kimliyi Allah tərbiyə eləmək istəyir. Allah tərbiyə eləməsi, Rəblik də budur da, tərbiyə eləmək istəyir. Bunun üçün aləmlərin Allahı ona ilahi konsepsiya göndərdi ki, ey bəndə, məqsədin təkcə dünyada mən istəyən kimi yaşamaq deyil. Başqa məxluqlar da var, məsələn, heyvanlar da var. Onlar mən istəyən kimi yaşamasını istəmirəm. Necə istəsələr yaşaya bilərlər. Amma insan elə bir cövhərə malikdir ki, onun ruhu var ki, onu özüm tərbiyət eləmək istəyirəm. Allahın rububiyyəti hər şeyə şamildir. Ona görə bölürlər təkvini rububiyyət, təşri'i rububiyyət. Təkvini rububiyyəti hər şeyə şamildir. Amma insan faktorunda Allah təşri'i rububiyyətin məxsusu olaraq sanki bu libası geyir. Niyə? Çünki elə bir məxluq yaratmışam ki, onun ruhu var və onun ruhunu özüm tərbiyə eləyəcəm. Ona görə də ilahi konsepsiya göndərir. İndi ilahi konsepsiya göndərir, nübüvvət sistemi. Hz. Muhammed əleyhissalam sonuncu nəbidir və Quranda da buyurur ki, sən axırıncı peyğəmbərsən. İndi bu peyğəmbərdən sonra qiyamətə qədər məsələ hansı yerdə qalmalıdır? Qiyamətə qədər insanları Allah buraxdı, yoxsa elə bir dənə Quran kitabı görəsən qiyamətə qədər onlara kifayətdir, insanlara kifayətdir? Peyğəmbər dəfələrlə deyir ki, 2 ağır əmanət qoyuram. Quran və Əhl-i Beytim, itirətim, onlardan nə qabağa keçmi, nə geridə qalım. Təbii ki, təkcə kitabla insan heç nəyə başa düşə bilməz. Yəni, Qədirxum günü imamət sistemi insanlara verildi. İmamət sistemi veriləndən sonra bu o deməkdir ki, Allahın lütfü, necə ki ilahi konsepsiya, necə ki peyğəmbərlər, yəni Allahın nümayəndəlik sistemi, höccətiyyət sistemi insanlara təqdim olunur. Əgər Allahın höccətiyyət sistemi insanlığa təqdim olunursa, bunu keçmişdə baş vermiş bir hadisə deyib keçmişlə əlaqələndirmək nə qədər insafsızlıq olar? Əgər həmən günü belə bir şey verilibsə və biz bu gün həmən hadisəni qeyd edib və həmən hadisənin nə qədər ilahi lütf olduğunu və bu gün o hadisənin fonunda insanlara müəyyən məsələlərin aşılanması, xüsusən gənclərə, elə özümüzə və gələcəyə bunların deyilməsi, onlara yəni həmən dinin çatdırılmasıdır. Dinin çatdırılması. Nə qədər ki, ümumiyyətlə insanlığa dinin çatdırılması nə qədər mühüm məsələdir. Bundan üstün məsələ yoxdur da. Peyğəmbərlər hamısının missiyası, yeganə missiyası bu oldu. Deyib ki, siz insansınız. Allah istəmir ki, siz təkcə canlı olaraq dünyadan köçəsiniz. Siz Allaha tərəf getməli, yəni ruhunuzu təkamül elətdirməlisiniz. Sizin başqa canlılardan fərqiniz budur. Həmən sistemin davamını Allah başqa bir sistemlə əvəzləyir. Yəni imamət sistemini təqdim edir. O ayədə də necə keçir? Deyir ki, ey Peyğəmbər, sənə deyiləni çatdır, çatdırmasan elə bil peyğəmbərlik etməmisən. Sonra peyğəmbər çatdırandan sonra nə buyurur? Buyurur ki, bu gün dininizi kamil etdim və nemətlərimi tamamladım. Deməli, dinin kamil olma günüdür və nemətlərin tamamlanmasıdır. Sonra da çox qəribə tərəfi budur. Çox qəribə tərəfi budur. Buyurur ki, və din olaraq sizə İslamı bəyəndim. Yəni, indi mən ki Allaham, mən ki hər şeyi bilənəm və sizin sahibinizəm. Məndən soruşsaz ki, bu din barədə sözün nədir? Mən indi razı qaldım. İndi razı qaldım. Yəni, aləmlərin Allahı öz missiyasını tamamlayır imamət sistemini göndərməklə. Ona görə də məhz bu günə əlaqəsi var onun. Bu gün bu məsələ gündəmdə olmalıdır ki, Peyğəmbər özündən sonra nübüvvət sistemi ki bitdi, Allahın höccətiyyət sistemi, yəni nümayəndəlik sistemi bitmədi. Allah yeni bir məsələni gündəmə gətirdi, yeni bir sistem təqdim elədi. Dedi ki, mən lütfümü kəsmədim sizdən. Elə bildiniz ki, nübüvvətlə bitir, yox. Sistemi indi başqa bir tərəfə yönləndiririk. Və likulli qavmin had, hər bir ümmətin isə hidayət eləyənləri olacaq. Mən sistemi başqa bir tərəfə gətirirəm. İndi
məsələ budur ki, bu nə Həzrət Əliyə aid olan bir məsələdir. Çünki Allah imamət sistemi təqdim edir. Həmin vaxtda Həzrət Əli yox, Salman Farsinin əlini qaldıra bilərdi peyğəmbər. Kim adiyyəti adam idisə, onun əlini qaldıracaqdı. Həzrət Əli əleyhissalam ən adiyyəti adam idi deyə onun əlini qaldırdı. Deməli, əvvəla məsələ Şiəli İmam Əliyə aid deyil. Məsələ Allahın məsələsidir. İndi orada Əli əleyhissalam höccət idi və Ali Əli höccət olacaqdı. Çünki adiyyəti, ləyaqətli adamlar idi. Bu başqa məsələdir. İkinci məsələ də budur ki, Həzrət Əliyə görə keçirilmir ki bu bayram. Allahın yeni sisteminin təqdimatıdır. Allah özü bu işə müdaxilə eləyir. Sonda söz deyir ki, bu gün dininizi kamil elədim. Bu gün nemətlərimi tamamladım. Və din olaraq mən Allah sizin üçün bunu bəyəndim. Bax, indi bu din sizin dərdinizə dəyəcək. İndi dərdinizə dəyəcək. Ona görə də bu əgər doğrudan da dinin tamamlanması bunlarlandırsa, onda bu böyük bir hadisədir. Bu böyük bir lütfdür. Ona görə də bu bayramı keçirmək keçmişdə olmuş bir hadisə kimi deyil. Bax, məsələn bir müqayisə deyim. Bax, məsələn Qurban Bayramı. Qurban Bayramının keçmişdə olub bitmiş bir hadisədir. Onun bu günlə birbaşa əlaqəsi yoxdur. Bir peyğəmbərin imtahanıdır. Bəli. Peyğəmbər və oğlu İsmailin imtahanıdır. İmtahandan yaxşı çıxdığına görə Allah Mütəal onu insanlara təqdim eləyir ki, bax, bəndələrimdən biri belə imtahandan çıxıb. Siz də belə eləsəz, Allah üçün yaxın olarsınız. Bu günü görürsünüz, Allah bizə bayram keçirməyimizi istəyir. Biz bu günü bayram eləyirik. Əslində bu bir nəfərin, İbrahimin uğurudur. Bu İbrahim peyğəmbərin uğurudur. Oğlu ilə bahəm olan bir uğurudur. Onun sanki o uğuru insanlar zikr eləyib, İnsanlığın uğuru kimi təqdim. yəni hər bir fərd bunu zikr eləyib, bundan fayda apara bilər. Yaxşı, bundan fayda apara bilər. Amma birdən heç bir bəndə, məsələn bir bəndə təsəvvür eləyək ki, heç vaxt İbrahim əleyhissalamın bu hadisəsini diqqətli olmadı. Diqqətli olmadı, zikr eləmədi və ömrünü başa vurdu. Görəsən o nə itirib? O qədər itirməyib. Yəni o qurban gününü, bayram qeyd eləmədi. Yəni o qurbanın fəlsəfəsindən xəbərdar olmadı. Amma o bir şəxsin uğurundan idi söhbət gedirdi. Amma siz təsəvvür edin ki, bir insan Qədirxum gününü ciddiyə almadı. Dedi ki, Qədirxum günü və həmən günü baş vermiş bir məsələ mənim umurumda deyil. Mən bu məsələyə baş qoşmuram. Onda nə baş verər? Onda bu kəsin Allahın sisteminə qarşı onun etinasızlığını görürük. Əgər Allah deyibsə, mən indi dinimi tamamladım, deməli din bunlarla tamamlanır. Əgər Allah deyirsə ki, nemətimi tamamladım və nemət olaraq bunu sizə verdim və razı qaldım, indi razı qaldım, deməli bu mühümdür. Və bu hər kəs üçündür, bütün insanlıq üçündür, nəinki şiəlik üçün. Nəinki şiəlik üçün. Bax, bu məsələni elə hesab eləyirəm ki, bəzən biz qarışdırırıq, bəzən bu qarışdırılır ki, əslində insanlığa ünvanlanan bir məsələ idi. Ona görə də bu bayram insanlığın bayramıdır. Bu bayram hər kəsin bayramıdır. Nəinki şiənin bayramıdır. Nəinki şiə anım keçirir o dönəmdə Həzrət Əli ilə bağlı bir məsələ. Əgər Həzrət Əli ilə bir bağlı məsələ olsa, Həzrət Əli əleyhissalamın ad gününü, Mövlud gününü biz bayram eləyərik. Bu Həzrət Əliyə aidiyyəti var. Ya məsəl üçün Həzrət Əli əleyhissalam xəlifə seçildi. Həmin günü biz bayram keçirərik. Ona görə də bu bayramın Həzrət Əli ilə heç bir, yəni o qədər də birbaşa əlaqəsi yoxdur. Dolayısıyla bəli, Həzrət Əli əleyhissalam ordadır. Çünki ən ləyaqətli kəs odur. Çünki Allah onu höccətsiz seçdi. Amma Həzrət Əlinin höccətliyindən əvvəl höccətiyyət sistemi, yəni nümayəndəlik sisteminin yeni tərəfi açıqlandı. Əli və Ali Əli gələcək yeni bir sistemə. Ey Peyğəmbər, sən qorxudansan, amma hər bir qövm üçün isə bir hidayət eləyən vardır. Ona görə də mən elə hesab eləyirəm ki, bunun keçmişlə heç bir əlaqəsi yoxdur. Yəni, keçmişdə olan bir hadisədirsə də bu günümüzə əlaqəsi var. Bu gün Qədirxumun bayram keçirilməsi, bu gün Qədirxumun, belə deyək, insanlara təbliğ olunması, bu elə bugünkü insana aiddir. Bugünkü insana zəruridir, lazımlıdır. Orada bir dənə hadisə baş verdi. Siz danışdınız Qədirxum hadisəsini. Orada bir hadisə baş verdi. Peyğəmbər Əli əleyhissalamın həmin o məşhur sözü deyəndən sonra ki, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Sonra bir kəlmə buyurdu. Dedi ki, burada olanlar eşitməyənləri çatdırsınlar. Niyə? Ona görə ki, bu sizin üçün zəruridir. Bu insanlıq üçün zəruridir. Bu insanlığa görə atılmış bir addımdır.
Allah dininin insanlara çatması üçün yeni bir nümayəndəlik sistemi təqdim eləyir. Çox incə, mühüm nöqtələrə toxundunuz. İstəyirəm bir neçə məqamda mən əlavə edim bu baxımdan. Ümumiyyətlə mən Qurani-Kərim və dini mətnlərə müraciət edəndə belə bir məsələnin şahidi oldum. Ümumiyyətlə Əlastu məsələsi, Əlastu aləmi deyirlər də. Bəziləri ona zər aləmi deyirlər, bəziləri ona əhd aləmi deyirlər. Hər zər aləmi sözü dini terminologiya kimi o qədər məqbul terminologiyadır. Daha çox əhd aləmi ki, Allah insandan bir əhd alıb, yaratmamışdan qabaq. Belə də deyək ki, mən sizin Rəbbiniz deyiləmmi? Hələ insan dünyaya gəlməmişdən qabaq, Qurani-Kərim ayəsinə əsasən, mən sizin Rəbbiniz deyiləmmi? Qalı bəla, dedilər bəli. Və bütün insanlığa. Hələ biz Allahla birinci danışığımız olub. Sonradan biz bu dünyaya gəlmişik. Yəni dünya həyatından əvvəlki dövrdən danışıram ki, bizim bu dünyaya viza alıb gəlməyimiz, belə deyək, icazə alıb gəlməyimiz Allahla bir əhd. Bu Yasin surəsinin ayəsidir ki, Ələm əhədnə ileykum ya bəni Adəm. Biz səndən əhd bağlamışıq ki, ənlə təbudu şeytan, şeytana ibadət etməyəsən deyə. Deməli, bu iki ayə bizim Allahla əvvəlki dialoqumuzdan danışır. Maraqlıdır ki, Qədirxum mətninin içərisində də həmin oxşar ifadə var. Mən sizə Allahın dini çatdırmadımmı? Eyni ritorikadır, eyni dildir. Dil də çox önəmli bir məsələdir. İnşallah ki, Pərviz müəllim dil məsələsinə toxunacaq. Ümumiyyətlə, ədəbiyyatda, ümumiyyətlə, bu mövzulara daha çox önəm verilir ki, Fəriz müəllim həm də yazıcıdır, həm də bu sahələ məşğul olan bir şəxsdir. Ümumiyyətlə, hansısa bir ədibin, hansısa bir tarixi şəxsiyyətin, xüsusən bu Həzrət Əli əleyhissalamın, belə deyək də, danışıq dili baxımından istəyərəm Pərviz müəllim həm giriş olaraq bu mövzuya toxunardı, həm də bir dil baxımından məsələni biraz açıqlamasını verərdi. Amma yenə də biz bəzi müasirlik bağlı mövzulara toxunacağıq inşallah. Mən də hər birinizin bayramını təbrik eləyirəm. Həm sizin, həm Hacının o əhatəli, agah edici çıxışı çox faydalı oldu. Mən də bir sənət adamı olaraq bəzi toxunuşlar eləmək istəyərəm. Ümumiyyətlə o indilik məsələsinə toxunum, dil məsələsindən əvvəl, çünki bir həm də orqanik getsin çıxışımız. İndilik məsələsi ilə o qədər razıyam ki, ümumiyyətlə bizim ən böyük problemimiz hər şey keçmişə bağlamaqlandır. Bu təkcə bizim bir məktəb olaraq, əqidə olaraq məsələsini demirəm. Ümumiyyətlə insanlığın ən böyük problemi ya keçmiş, ya gələcəklə bağlı xəyallar qurur, keçmişlə bağlı bir belə özünü ovundurur və s. Amma indi yaddan çıxır və əslində o sistem məsələsi mənim o qədər xoşuma gəldi və açığı bu tərəfdən heç oxumamışdım məsələn, bu tərəfdən baxmamışdım. Buna bir növ o nübüvvətin imamətə keçidi kimi baxa biliriksə məsələyə, bu çox əntiqə bir məsələdir. Burada nə var? Yazıcı, senarist hər şey ortada dayanmalıdır. Belə bir fikir var. Konkret hansısa bir personajın, hansısa bir ideyanın, hadisənin təəssübünü çəkməməlidir. Ona görə əslində mənim indi öz sənət tərəfimdən yanaşmamda da məsələ biraz ortada dayanıb məsələlərə baxmaqdır. Ssenari sənətində bir ifadə var. Deyir ki, 3 akt var hekayənin qurulmağında. Bizim dilə ona adaptasiya etsək, giriş, çatışma, konflikt və final. Mən həmişə bu haqda düşünəndə, bu ümumiyyətlə imamət məsələlərin, Qədirxum məsələlərin, indi hərə öz sənətindən çıxış eləyir də, ruhani biraz öz tərəfindən baxır, sənətçi öz tərəfindən baxır və s. Mənim üçün bir qəribə bir şey olur ki, bir sistem var, o bir sistem niyə olmalıdır? Belə bir adama şey gəlir. Sonra fikirləşirsən ki, yaxşı bir sistem bitdi. Quran deyir ki, Quran var da, Qurani-Kərim var, bitdi. Əgər Quran var idisə, sonra mən özüm üçün belə bir şey fikirləşirəm ki, Quran onda var idisə, peyğəmbər niyə görə davam elədi də işin? Deyərdi ki, təqdim eləmişəm sizə. Bəli. Mən artıq yəni işimi bitirdim, siz kitabla özünüz bilin. Deməli, kitabla iş bitmirsə, yeni bir sistemə ehtiyac yaranır. Və indilik məsələsi çıxır orada ki, mən gedirəm. Yaxşı, yerimə kim gəlməlidir? Və bir sistem olmalıdırmı?
Və bir imamət məsələsi gəlir. Və belə bir ifadə edir, mən yer üzünü heç vaxt höccətsiz Bəli. qoymaram. Bu biraz açsaq, yəni insan yaşamaq üçün hər zaman bir ehtiyaclıdır da. İnsan belə deyək də, nə qədər müasir dünya insanı mənadan uzaqlaşdırmağa çalışsa da, yəni ontoloji olaraq insan mənaya möhtacdır. Bəli. Mənaya ehtiyaclıdır. Onu nə qədər bütün məktəblər onu bu dəqiqə dünyəvi məktəblər uzaqlaşdırmaq istəyir, amma mənaya ehtiyaclıdır. Məna bəs kimdədir? Belə bir ifadə var idi o vaxtı, mən çox xoşlayırdım. Deyir ki, peyğəmbər bütün dünya yaranıbsa, bir kainat varsa, hamısı bunun dəyərini bilən biri olmalıdır ki, ona görə bu səbəb-nəticə əlaqəsidir də. Və bu da peyğəmbərdir. Deyir, peyğəmbər getdi və dünya başlı başına qalırsa, bu əslində dünyanın özünün, Allahın yaratdığı aləmə hörmətsizlikdir. Niyə? Çünki onun dəyərini bilinməyən bir aləm var və heç kim onun dəyərini bilmir. Deməli, onun qədrini biləcək yenə bir nəfər lazımdır. Və bu imamət sistemi gəlir, Həzrət Əli və ondan sonra da bu sistem davam edir. Gələk o həmin o 3 aktlı sistemə ki, mən fikirləşirdim ki, onda bu bəşəriyyətin məna adlı konsepsiyasında sujetin quruluşu peyğəmbərin nübüvvətidir, peyğəmbərlikdir. Konflikt məsələ, yəni hadisələrin qızışdığı nöqtə imamət məsələsidir. Bir də axır zaman məsələsi var ki, o da finaldır artıq. Yəni bəşəriyyəti 3 hissəyə bölsək, nübüvvətlə başladı, imamətlə davam edir və imamətin son möhrü də yəni zuhur məsələsidir. O baxımdan Çox qəşəng. Bu qaysədir. o baxın, hətta bu bir konsepsiyadır. Buna Sitwildin 3 aktlı konsepsiyası deyirlər. Mən nəyə görə çalışıram həmişə dünyəvi məsələlərlə biraz belə əlaqələndirək ki, indi başqa bir məsələyə gəlin, başqa bir şey. Bu yaxınlarda bir 500 nəfərlik bir şeydi, bir seminar verdim ssenarisində. Danışa-danışa ağlıma bir qəribə bir metodologiya gəldi. Dedim, bunu bir tətbiq eləyək. Mövzudan uzaqlaşsam biraz yaxınlaşdırarsınız məni. Bir dənə də konsepsiya var. Hacı, bu konsepsiya nədən ibarətdir? Deyir ki, Qəhrəmanın Səyahəti adlı bir kitab var. Bunu 1949-da Joseph Campbell adında bir adam yazıb. O deyir, dünyada bütün xalqları səyahət eləyib, gəzib, bütün nağılları, hekayələri, mifləri bir yerə yığıb və ortaq bir hekayə modeli çıxardıb ki, dünyadakı bütün hekayələr bu skeletin, bu sxemin üstündədir. Və aşağı-yuxarı doğrudan da elədir. Ondan kənara çıxmır. Ondan kənara çıxmır. Və əslində doğrudan da indi analiz edəndə görürsən ki, dini əhvalatlar, Quran-Kərimdəki qissələrdən götürün, ən postmodern romanlara qədər bu hətta hekayəçilikdən imtina etmiş romanları belə şeyləsə, onun üstündədir. Bundan çıxmır. Bu da nədir? Qəhrəman bir nöqtədən başlayır, adi dünya. Sonra keçir, ona bir zəng gəlir, yəni zəng, çağırış ki, gəl, yeni bir macəraya dəvət. Hətta qəhrəman arada o dəvətdən imtina da eləyir, amma sonra qəbul eləyir. O dəvətə hə deyir. Bu yolda çətinliklərlə üzləşir. Ona bir rəhbər gəlir. Elə bir ki, rəhbər gedir də adı simvolik olaraq ki, sən mənim əlimdən tut. Yəni onun əlindən tutur, çətinlikdən xilas eləyir, çıxardır. Və qəhrəman səyahət eləyir, sonunda dəyişir. Və dəyişir, təzədən gəlir öz dünyasına. Amma həmin adam deyil artıq, başqa bir adamdır. İndi baxıram ki, bütün hekayələrdə aşağı-yuxarı bu rəhbər var. Bəli. Yəni bu niyə belə olmalıdır? Sonra baxırsan bizim dini məsələlərə ki, sən gəlirsən həyat yolunda falan sənə mütləq şəkildə bir rəhbər təyin olunur bizim etiqadımızda. Yəni necə oldu? Dünyanın yaranmışından bu yana olan bütün hekayələrdə də bu rəhbər anlayışı var. Və bizə təqdim olunan İslam dünya görüşündə rəhbər anlayışı var. Deməli, burada bir oxşarlıq var da, bir analogiya var. Bəşəriyyət əslində də hekayələr üstündə qurulub. Hamımızın həyatı bir hekayədir. Hamımızın həyatı hekayədir. Deməli, bizim bir əlimizdən tutacaq kiməsə ehtiyacımız var. Biz əgər 600, belə deyək də, 32-ci ildə yaşasaydıq, deyərdik ki, peyğəmbər artıq yoxdur. Axı biz indi dövrdə yaşayırıq. Deməli bizə də bir rəhbər lazımdır. Bu konsepsiya ilə baxanda imamət məsələsi adam üçün dirilir. Bəli. Və həmin dairəni mən sonra başqa İslam, indi siz məndən yaxşı bilirsiniz o şeyləri. İslamda bu yaxınlarda bir ruhani ilə söhbətimiz oldu. Mənə çox maraqlı bir konsepsiya təqdim elədi. Vaxt az idi, orada demədim onu. Əslində Joseph Campbellin təqdim elədiyini İslam fəlsəfəsində və yaxud kəlam elmində çox gözəl şəkildə işlədiblər. Ki, dünya bir dairədir, birinci əql aləmi, misal aləmi,
dünya, bərzəx təzədən həmin qovuşur Allah. Yəni sizdə paradigma Qövs. necə? Qövs. O qövs necə işləyir? Hekayə sənətində də, burada da. Bu baxımdan imaməti köhnənin qalıntısı kimi vermək bu tamamilə absurd bir şeydir. Çox gözəl nöqtədir. O ki qaldı dil məsələsinə. Varlıqla təmasa keçəndə insan belə bir şeylə üzləşir də, sözün bitdiyi yerlərə gəlib çıxırsan. Əslində dil insanın Wittgenstein'in bir sözü var, deyir, dilimizin, insanın sərhədi dilinin sərhədi qədərdir. Yəni bizim dilimiz, lüğətimiz nə qədərdirsə, bizim insanları dərk eləməyimiz, dünyanı qavramağımız o dərəcədədir. Və bir müddət sonra insan xalis imanla yaşadıqca, öyrəndikcə, öz sahəsində inkişaf elədikcə müəyyən bir məqama çatır ki, o artıq hikmətlər onun üçün açılamağa başlayır. İndi bu övliyalarda başqa cür olur, naqis insanlarda biri başqa, amma bir Allah elə bir ki, o pərdəni bir cür aralayır. O pərdə ki qalxdı, lap ani olaraq qalxsa, sən artıq dilin bitdiyi yerdəsən. Dil bitir, çünki sən görürsən, onu sən təsvir eləyə bilərsən, amma olduğu kimi izah eləyə bilmərsən. Deməli, biz öz dilimizlə bağlı o qədər inkişaf eləməliyik ki, təşbeh sənəti, söz sənəti, ona görə deyirlər ki, sənət aləmi əslində Allaha aparan bir yoldur. Bu baxımdan mətn, dil çox vacib elementdir. İndi hara gəlirik? Mən indi belə də oxumuşuq dünya ədəbiyyatı, Avropa ədəbiyyatı, çox nəhəng, gigant yazıçıları. Gəlib bir məsələyə toxunuruq. İmam Əlinin Nəhcül Bəlağəsini oxuyun. Ki, oxuyun deyəndə sizə demək bunu absurddur, oxumusunuz. Oxuyanda və yaxud məktubları, bizim bir dostumuz var, Rəşad sağ olsun, o şərqşünas, o mənə arada göndərir, dünən gecə də göndərib, bu gün də göndərib, bir tərcümə elədiyi İmam Əlidən hissələr göndərir. Oxuyur insan şoka düşür ki, ya, dil nə qədər bəlağətli olar. Arada fikirləşirəm ki, Quranın ərəb dilində endirilməyinin bir səbəbi də təşbehlərə bu qədər yəni yatqın olmağıdır, uyğun olmağıdır. Çünki sən bir sözü rahatlıqla demək üçün gərək bax, bayaq oxuduğum bir məktubdur. Yolda yenə gör, təsadüfən atdı, elə burada gəldi, mövzuya da üst-üstə düşdü də. Adi bir şeydir, bir təyin elədiyi valilərdən birinə yazıb məktub, Həzrət Əli tənqid eləyir onu, deyir. Bir element də ağlımda qalan bir şeydir, deyir, yəni hirsli bir canavar kimi yaralı bir ceyranın arxasınca düşmə. Bunu çox sadə şəkildə deyər ki, yəni malı qəsb eləmə, doğru mu? Amma bunu belə deyir. Niyə? Çünki təşbehlər bizim dünya görüşümüzə təsir, bizi o sərhəddə gətirir. Varlıqla dialoqa ən yaxın şey təşbehlə danışmaq. Sizin sənətinizə daha yaxın ifadədir. Bəli. Çünki niyə görə belə deyir? Çünki varlığı maksimum o cür o qavrayış sisteminə gətirib danışmaq lazımdır. Yəni istər dil baxımından, istər təfəkkür baxımından, istər əslində bir müjdə baxımından, yəni Həzrət Əlinin qədurxumda seçilməyi də əsl əbəsdir. Deyir, o təyinatına uyğundur. Oxumuşdum, sizlə çox bölüşmüşük bu şeyləri. Bunu da deyim, sonra hacı qüsurlarımızı məzur görər, danışar. Həzrət Əlinin niyə görə Həzrət Əli, imamətin Həzrət Əli verilməyinə bir səbəb də mən düşünürəm ki, o deyir, biz sənə Kövsəri bəxş etdik. Quran-ı Kərimin ən qısa bir ayəsidir. Ayə, səhv eləsəm düzəldərsiniz, belədir də. Bismillahirrahmanirrahim. İnna ətəynəkəl kəfsər, fəsəlli rəbbikə vənhər, innə şaniyəkə huvəl əbtər. Sən Biz sənə Kövsəri verdik. Bunun üçün namaz qıl və qurban kəs. Sənə sonsuz deyirlər, sonsuz onların özləridir. Hadisə, yəni budur ki, Fatimə xanım doğulur, oğlanları doğulur, ölür və deyirlər ki, sən artıq sonsuzsan falan və bu ayə nazil olur və burada bir qurban məsələsi çıxır. Oxuyanda da adam şey olur ki, bu qurban nədir? Peyğəmbər nəyi qurban verir? Baxın, qurban məsələsi bildiyim qədər iki yerdə işlənib. Bir İbrahim məsələsində zif sözü ilə işlənib. Bir burada işlənir, burada vənhər sözü ilə işlənir. Vənhərdə ərəb dilində dəvənin qiyam halında başının kəsilməyinə deyilir. Eyni. Peyğəmbər qurban kəs. Bu nədir? Əslində alimlərdən bəziləri deyir ki, bu İmam Hüseynə işarədir. İmam Hüseynə işarədir və
qurban kəs odur ki, peyğəmbər hər gün o qurbanı verir, gözünün qabağında görür o qurbanı. Və Kövsər də Fatimə xanımın məcazıdır da, misalıdır və bu ailənin, yəni Həzrət Əliyə keçməyinin, bu imamətin keçməyinin davamı çox məntiqə uyğun səbəbdir ki, biz sənə yeni bir sistemi təqdim eləyəcəyik. Bax, bu baxımdan nəzərə alanda görürsən ki, əslində imamət sıradan, adi bir şey deyil. Bir də çox qəribədir də, bu dünyəvi tarixdə deyirlər ki, filan imperiya var idi, dağıldı, keçdi, oldu cümhuriyyət. Filan imperiyalar var idi, oldu dövlət. Əslində bu bir sistem dəyişikliyidir. Amma Allahın xətti qırılmır da, həmin xətt davam edir. Əhsən. Çox gözəl. Orada bir dirilik məsələsinə toxundu Pərviz bəy. Çox əla. Yəni o şeylə gələndə keçmiş yox, diri indi olur. Çox əla. Mən istəyirəm bir məsələyə də toxunum. Pərviz mənim mühüm nöqtələri qeyd elədi. Əziz izləyicilər ki, Elşən müəllimə də bu mövzu ilə bağlı bir giriş olsun. Demək, yaxşı bir məqamları qeyd elədi. Qövs məsələsini izah eləyəndə, vilayət məsələsi. Biz hadisəyə baxanda, hadisəni tarix kimi oxuyanda görürük ki, Elşən müəllimin qeyd elədiyi, yəni ki, Allahın vilayəti, sonra Peyğəmbərin vilayəti keçir Həzrət Əli əleyhissalamın vilayəti. Rəsmi şəkildə elandır bu. Amma biz bilirik ki, tarixən elə Yevmuddar günü ki olmuşdu, bu hansı ki elə Peyğəmbərliyin elan ərəfəsində Qureyş qəbiləsi elə ilk olaraq Həzrət Əli əleyhissalamın xilafəti ilə tanış olmuşdu. Kim mənə kömək eləsə, mənim yardımçımdır, köməkçimdir. Amma bu artıq Mədinədə olan İslam dövləti zamanı rəsmi elan idi bu Qədirxum. Amma bundan əvvəl nübüvvətlə paralel gedir bu məsələ. Nübüvvətdən kənar deyil ki, Peyğəmbər Peyğəmbərini elan eləyəndə öz köməkçisini də elan eləmişdi. Kim mənə kömək eləyər? Həzrət Əli əleyhissalam uşaq idi, qalxdı, dedi mən sənə kömək eləyəm. Hətta orada gülüşdülər, dedilər ki, sənin Əbu Talib, sənin oğlun gəlib sənin imamın olacaq, xəlifən olacaq. Bu Əhlüsünnənin ən mötəbər belə deyək də tarixçilərindən biri olan Təbərinin həm tarixində, həm təfsirində keçir bu. O qeyd edir ki, bəli, sən mənim Yevmuddar hadisəsidir. Bununla işimiz yoxdur. Mən başqa bir məsələni qeyd etmək istəyirəm. Tarixi aspektdə baxırıq Allah, Peyğəmbər və Həzrət Əli. Amma əslində bu ilə Allahın vilayətinin elanıdır. Allahın vilayətinin elanıdır. Amma maraqlı bir şey var. Maraqlı nədir? Yəni əgər aşağıdan yuxarıya məsələyə qalxsaq, tamam ayrı bir vəziyyət çıxacaq ortalığa. Bu nə deməkdir? Məsələn, Qurani-Kərimdə bir Yusuf surəsi var. Yusuf surəsi deməli əhsənül qəssas deyirlər. Ən gözəl hekayə, ən gözəl əhvalat, qissə. Onu oxuduğumuz zaman kulminasiyası nöqtəsindən biri, sözlərdən biri Yusuf peyğəmbərin Allahla münacatıdır. Ki o biz hadisəni bilirik quyudan, zindandan vilayət tapana qədər. O rəhbərlik tapana qədər. Orada Yusuf peyğəmbərin sözü budur ki, "Əntə vəliyyi fid dünya vəl axirə." Allaha müraciət edir ki, sən mənim dünyada və axirətdə vəlimsən. Yəni bu sənin vilayətinin təsdiqidir. Vilayətinin təsdiqidir. Və ən gözəl hekayə qissə olmasının da mən elə bilirəm ki, şah sözü budur ki, Allahın vilayəti bir növ öz var cəmiyyət üzərində, amma bu təzahür tapmalıdır. Bəli. Təzahür tapması üçün bu və mən bir şeyə baxıram ki, Qədirxum belə deyək də bir növ işarə göstərir Məhdəviyyətə. Məhdəviyyət də işarədir Allahın vilayətinə. Yəni məqsəd Allahın vilayətidir. Və bu bir növ tarixi kontekstdən çıxır məsələ. Məsələ daha çox fövqəladə bir, daha bir qeyri-adi bir müstəviyə, daha ali bir müstəviyə qalxır ki, Elşən müəllim və Pərviz müəllim bu məsələlərə toxunub. Elşən müəllim biraz da bu məsələni üzərində dayana bilər ki, bayaqları o məsələni qeyd elədi. Biraz da üzərində istəyərdim dayana ki, məsələn, bayaqları bir nöqtə olaraq qeyd elədi ki, Şiəyə məxsus bir məsələ deyil, daha ali bir məsələdir. Ki, mən həm istəyərdim Pərviz müəllimin fikirlərindən müəyyən fikirlərinizi daha dolğun bildirərsiniz, həm də bu məsələyə bir fikir bildirərsiniz ki, Şiəyə məxsus bir məsələ deyil.
daha geniş, daha və mən elə bilirəm ki, həm də dinin mahiyyəti baxımından bunu açıqlamasını sizdən istəyərdim. Bəli, təşəkkür edirəm Samir bəy. Çox əla nöqtələrdir və suallar da çox yerindədir. Baxın, biz dedik ki, əgər keçmişə aid olsa, bəli, doğrudan da bu gündən əlaqəsi olmasa, bəli, yeri var ki, bu bayramın elə şiəlik təəssübündən doğduğunu deyək. Deyək ki, bu şiə təəssübünə görə onların Həzrət Əliyə qarşı. Amma antoloji olaraq görsək ki, Pərviz bəy orada bayaq dediyi mənim çox xoşuma gəldi ki, o əgər doğrudan da hər an bir rəhbər olmalıdırsa, onda o elə dirilikdir. Necə? O cəhətdən ki, həmən cəmiyyət üçün peyğəmbər var idi. Ondan sonraki cəmiyyət üçün ilahi höccət yoxdursa, onda bu həmən cəmiyyətin höccətsiz qalması deməkdir. Amma vilayət sistemi təqdim olunubsa, bu o deməkdir ki, bunların hamısı indi nümayəndənin fərdləri dünyasını dəyişə bilər. Bir dəfə Həzrət Əli olmayıb, bir dəfə İmam Həsən ola bilər, amma sistem daimi olaraq işləyir axı. Qiyamətə qədər 12 dənə imamın vasitəsilə sistem təsis olunur. Bəli. Sistem işləyir deyə onda o diridir. Əgər diridirsə, onda bu gün də bayramdır. Yəni, əgər desələr ki, bu Həzrət Əli əleyhissalamın hətta həmənki vaxtda olan bir bayramıdır, əgər bu belədirsə, onda o dönəm üçün Həzrət Əli əleyhissalamın vaxtı üçün bir bayram olardısa, bu günlərimdə həmən sistemin başqa bir nümayəndəsi həyatdadır. Ona görə də bu bayram əslində antoloji olaraq bu günümüzə aid olan bir məsələdir. Və bu günün də təbii ki, bizim gələcəyimiz, sabah, yəni gələcəyimizə aidiyyəti vardır. Ona görə də təbliğat məsələsində bu məsələlər gündəmdə olmalıdır və bu bayramın fəlsəfəsi deyilməlidir. Maraqlı məsələlərdən biri budur ki, bəzən bunu biz etiraf eləməliyik ki, elə biz özümüz də Qədirxum məsələsini ancaq öz aramızda keçiririk. Bunun fəlsəfəsini elə bilirik ki, bəs şiəlik bayramıdır. Əslində şiəlik bayramı yox, Allahın insanlığa təqdim elədiyi bir məsələdir. Ona görə də mən elə hesab edirəm ki, Qədirxum məsələsi gündəmə gələndə biz bütün cəmiyyətə müraciət eləməliyik. Bax, Qurban bayramı ilə Fitir bayramının da mahiyyətində yenə də biraz fərdilik vardır. İndi bunu lap Eydullah məsələsində lap dəqiq izah eləyərəm. Amma burada yenə də bir fərdilik vardır. Amma Qədirxumda isə bu fərdilik görsənmir. Çünki qiyamətə qədər davam eləyəcək bir sistemin təqdimatıdır. Qiyamətə qədər davam eləyəcək bir sistem varsa və bunun da müəllifi Allahdırsa və Allahın missiyasının davamıdırsa, deməli bu daimidir. Çünki Allah bəndələrlə, insanlarla danışırsa və bu sistemi insanlığa göndərirsə, onda bunun keçmişlə yox, bu günlə əlaqəsi var. Elə həmən vaxtı da Peyğəmbər dönəmində də bu gün idi. Ondan sonra hər bir cəmiyyət üçün, hər bir zamanə üçün elə o bu gün olur. Ona görə də Qədirxumu heç bir vəclə dünən kimi demək olmaz və bunu biz əziz şiələr də gətirib ancaq özümüzlə əhatələndirsək bu bayramı, məhdudlaşdırsa və belə görsənsə ki, keçmişə aiddir və biz də bunu daim diri saxlamağa çalışırıq, daim bu bayramın unudulmamasına çalışırıq, bu özü ilə bir mənada səhv təbliğatdır. Çox gözəl, deməli, toxunuş oldu məsələyə. İndi Şam mənim bu məsələyə toxunan, sonra Pərviz Məhəmməd keçid alarıq. Bu məsələnin Eydullah Əkbər məsələsi. Əvvəlcə mən bir arayış vermək istəyirəm ki, dinləyicilər də bunu bilsin ki, bəzən belə deyək də zehinlərdə qarışıq gedir. Ya hansısa bir məsələ ilə assosiasiya olunur, mövzu qarışır. Ümumiyyətlə Qədirxum bayramı belə deyək də müasir dövrdə keçirilən və şiələr tərəfindən keçirilən bayramın adı deyil. Yəni bu məhz imamlar tərəfindən təsis edilmiş bayramdır. Bunu əvvəlcə mən qeyd etmək istəyirəm. Yəni deyək ki, ilkin dövrlərdə imamlarımız müəyyən təqiblərə görə bunu qeyd eləyə bilməyiblər. Fərdi şəkildə ailələri çərçivəsində qeyd ediblər. Öz səhabələri çərçivəsində qeyd eləsələr də, sonradan belə bir fürsət yaranıb İmam Rza əleyhissalamın dövründə artıq bu belə deyək, məsələ ictimailiyə keçib. İmam Rza əleyhissalam zamanında artıq İmam Rza əleyhissalam
deyək ki, dövlətə daha yaxın bir mövqedə olduğuna görə artıq məsələ ictimailəşdi və rəsmiyyətə keçdi bir növ. Rəsmiyyətə keçdi. Sonradan 10-cu əsrdə Buveyhilər dövründə, Bağdadda əsası qoyulmuş Buveyhilər dövründə rəsmi dövlət bayramı kimi qeyd olunub 10-cu əsrdə. Bəzən məsələni Səfəvilərdə başlayırlar və bunu mən istəyirəm bu zehində düzəldək ki, bu ondan sonra belə deyək, Səfəvilərlə Buveyhilərin arasında 6 əsr fərqi var. Yəni bunu belə deyək, 16-cı əsrdə yox, 10-cu əsrdə. O da elə məhz sonuncu imamın kiçik qeyb dövründən az keçmiş bir müddət idi ki, yəni həmin dövrə mənsub idi. O dövrdə də artıq böyük alimlər var idi ki, yəni o alimlər Bağdadda idilər. O alimlərin belə deyək də iştirakı ilə keçirilmiş bayram idi ki, bu tarixi bir nəzər idi ki, mən istədim bunu qeyd edeyim. Amma bayaqları Elşən müəllim bu nöqtələrə toxunub ki, bizə 2-3 bayram, məsələn, bəziləri 4 bayram qeyd ediblər, bəziləri 2 bayram qeyd ediblər. Məşhur Ramazan bayramı və belə deyək də Qurban bayramı. Amma tarixi də belə gedir də ki, gün kimi götürəndə Ramazanın günü, Qurban günü, Ərəfə günü və Cümə günü. 4 günü bayram və bu bayramın bunlardan daha fəzilətli olduğu qeyd, daha böyük olduğu qeyd olunub ki, Qədirxum günü, Qədirxum bayramı bunlardan daha böyük bayramdır. Biz bunu bayram olaraq qeyd olunanda biz bunu Əhl-i-Beyt deməli kitablarında, Əhl-i-Beytə məxsus olan, onların rəvayətləri mövcud olan kitablarda görürük. Məsələn, Misbahul-Huda, Misbahul-Mütəhəccid, Usul-Kafi, Bihar-ül-Ənvar kimi kitablarda bu mövcuddur. Mövcuddur ki, o kitablarda qeyd ediblər. Həmin bu bayramın böyük bayram kimi adlanması rəvayətlərdə mövcuddur. Amma indi bu böyük bayramın fəlsəfəsi nə deməkdir? İstəyirəm mahiyyət olaraq bunu bu gün cəmiyyətimizə necə izah eləmək olar? Bunu biz Əhl-i-Beyt baxımından belə izah elədik. Amma istəyirəm müasir. Bəli, düz deyirsiniz. Hədislərdə də Eydullahül Əkbər keçir. Eydullahül Əkbər yəni Allahın ən böyük bayramıdır. Bizə imamların tövsiyəsi bu olub ki, bu bayramı ən böyük bayram keçirin. Bu günlərdə bir-birinizi təbrik eləyin. Deyin ki, İlahi məni bu vilayətdə sabit qədəm elədiyinə görə, bu vilayətə hidayət elədiyinə görə sənə şükür olsun. Bu günü ciddiyə alın. Bu günü bayramlıq keçirdin. Çünki bu ən böyük bayramdır. Niyə ən böyük bayramdır? Çünki Fitir bayramı var, müsəlmanların Fitir bayramı var və Qurban bayramı var. Nə üçün bu gün mühümdür? Müqayisə eləyəndə belə nəticəyə alırıq ki, baxın, bayaq dedim məsələn, Qurban bayramında nə baş verir? Allah nə üçün istəyir bir o günü belə deyək, müqəddəsləşdirək, o günü bütün insanlar arasında təbliğ eləyək. Niyə? Çünki həmin günü bir bəndənin, çox maraqlı deyək, Saffat surəsinin 1-ci, deməli 100-111-ci ayələrinə qədər olan yerləri çox maraqlıdır. Allah orada hadisəni danışıb qutarandan sonra sanki İbrahim əleyhissalama başlayır o uğurluğuna görə müəyyən məsələdə salam olsun İbrahimə. O bizim həqiqətən mömin bəndələrimizdən idi. O bu imtahandan üzə açdı. Bunları elə hey deməklə o bir uğur sahibinin uğurunu gündəmə gətirir və sanki Allah olaraq öz rəylərini bildirir Həzrət İbrahimin bu hadisəsinə. Allah istəyir ki, biz hər gün o məsələni gündəmə, hər il o məsələni gündəmə gətirək və oradan biz nəticə etibarı ilə bizə verə biləcək o nəsihəti götürək. Ki, məsələn, orada nə baş verib? Orada bir insan öz Rəbbinə imtahanını verib və üzə çıxıb. Bu bir fərdin imtahanıdır və bu fərdin imtahanının zikr olunmasından ancaq nəsihət məsələsi gündəmə gəlir və bu nəsihət insanlara təsirli ola bilər. Ona görə də bu günü ciddiyə alın. Bu günü bir bəndəmin uğur günüdür. Siz də ciddiyə alın, bu günü bayram eləyin, bu gündən danışın və onun oradan alınan nəticə sizə təsirli ola bilər. Oradan alınan nəticə sizə təsirli. Çünki siz sentimental varlıqsınız. Sizin üçün nəsihət mühümdür. Quranda da ayə var ki, möminlərə nəsihət təsir eləyir. Möminə nəsihət lazımdır. Möminə nəsihət təsir eləyir. Bax, bu görürsünüz bir fərdin hadisəsidir. Allah onu oradan xeyri var deyə bizə verir. İkinci hadisə Fitir bayramıdır. Fitir bayramı Ramazan ayıdır. Ramazan ayı
orucluq ayıdır da. Oruc insan alimlərin Allahının insana göndərdiyi bir çox rituallardan biridir. Bir çox ayinlərdən biridir. Məsələn, bir həc ayini var, bir dənə namaz ayini var. Bunun kimi onlarla ayinlərdən biridir. Və hər kəs bu ayini yaxşı yerinə yetirsə, ondan sonra o bayram edir. Deməli, bu da dinin bir ayininin uğurlu başa çatdırandan sonra keçirilən bayramdır. Bir ayininin. Amma indi siz təsəvvür eləyin ki, əgər bayaqki söhbətimizi desək, təsəvvür eləyin ki, İslam dinində Allah imamət sistemini təqdim eləməyib. İmamət sistemi din deməkdir. Dinin davamı deməkdir. Dinin özü deməkdir. Nəinki bir nəfərin hadisəsi, İbrahim peyğəmbərin hadisəsi və nəinki bir ritualın, bir ayinin yaxşı tamamlanmasından sonra keçirilən bayram. Yəni bir ayin deyil, bu bütövlükdə dindir. Ona görə deyiblər ki, Eydullahül Əkbərdir. Çünki bu varsa din var. Bu varsa oruc məna tapır. Əgər Allah deyən sistem varsa oruc məna tapır. Əgər bir insan haqq yoldadırsa, İbrahimin hadisəsindən düzgün nəticə ala bilir. Məsələn, bir nöqtəni burada bir müdaxilə kimi olsun. Məsələn, sən həcc ziyarətinə gedəsən, amma həccdə sən İbrahim məqamını anlamayasan, yəni imamət məsələsini orada, vilayət məsələsini anlamayasan. Namaz qılasan, amma namazın içərisindəki vilayət məqamından xəbərin olmaya. Yəni vilayətdən ayırsan, mənadan ayırmış olursan. Amma o məna burada təsdiqini tapır ki, Qədürxumla başlayır bu məsələ. Əvvəldə vardı, amma Qədürxumda rəsmiyyət qazanır. Bu və bu davam edir. Bəli, bir dənə məsələni də deyim, Samir bəy. Baxın, məsələyə bir də ontoloji baxmaq lazımdır. Və yaxud Pərviz bəy dedi orada, sanki bir şeyi izah edəndə dedi ya ki, sanki zərurət yaranır növbəti keçidə. Yəni bu məsələ burada bitirsə, bura keçirsə, zərurət yaranır. Və bu zərurət qırılır da. Üzr istəyirəm sözü. Bəli. Həyat nədir? Yəni bir hekayə, ümumi bir fundamental bir hekayədir. Sən bir hekayə yaşayırsan, bir film yarıda kəsildi, hekayə qırıldı. Bunun dalı çox gözəl nöqtədir, çox gözəl nöqtə. Həm də ki, məsələ gəlib sona çatmalıdır. Və biz ağlımızla da fikirləşirik və indi senarist də bu işi görür və yaxud da yazıcı da bu işi görür. Neyinir? Əgər burada məsələ bitdisə, növbəti bir məsələ ilə ona təkan verməlidir və onu təkmilləşdirməlidir. Allahın sistemi, nübüvvət sistemi peyğəmbərə qədər bitdi. Çünki nübüvvətdə ən mühüm məsələ ilahi konsepsiyadır. Allah sonuncu ilahi konsepsiyanı kamil şəkildə göndərib. Konsepsiyada problem yoxdur zaten. Orada heç bir şey əlavə olunmurdu. Quran göndərilib. Amma sistemin aparan lazımdır. Çünki mütləq orada ontoloji cəhətdən yer üzündə bir höccət olmalıdır. İndi bunun bir irfani tərəfi var ki, niyə ilahi höccət olmalıdır? Çünki ilahi höccətin sayəsində ilahi feyzlər insanlara nazil olur. Bu bunun irfani tərəfidir. Bura girmək istəmirəm. Amma bir məsələ də budur ki, yəni ontoloji olaraq insanlıq sözün həqiqi mənasında Allahın höccəti olmadan təkamülə çata bilməz. Ona görə də dinin gedişatında buna ehtiyac var. Yəni, bax bir dənə bir məsələni deyimsə, Peyğəmbər sallallahu dünyasını dəyişir. Peyğəmbər dünyasını dəyişəndə 23 il idi peyğəmbərlik eləyirdi. 23 ildə peyğəmbərə bütöv Quran nazil olub. 13 il Məkkədə zülm çəkib, heç əlini qılınca da ta bilməyib. Orada heç bir döyüşdən söhbət gedənməz. 10 ildə gəlib Mədinə dövrüdür. Demək olar ki, əvvəldən axıra qədər döyüşdə keçib. Və peyğəmbərin işi bu olub. Hər kəs gəlsin İslama, müsəlman olsun. Gəlirdilər ki, biz İslamı qəbul eləmək istəmirik. Peyğəmbər deyir ki, başqa çarəniz yoxdur. Ya İslamı qəbul eləməlisiniz, ya da biz sizinlə döyüşəcəyik. Və əsas da bütləri aradan aparacaqsınız. Bu qədər insanlar ki, gəlirdilər Ərəbistan yarımadasında, xüsusən Hicaz bölgəsində, insanlar ki, gəlirdi dinə, heç onlar qəlbən də dini başa düşmürdülər, müəyyən məsələlərdən. Peyğəmbər dünyasını dəyişənə qədər qəbilələr hələ də gəlirdi. Çünki Peyğəmbərin günü-gündən qüdrəti çoxalırdı. İndi sual vermək lazımdır Peyğəmbər ki, ya Rəsulallah, sən bəs bunlar yaxşı dindar olmadan, sən bunlara yaxşı dini anlatmadan, bunların hamısını gətirirsən dinə. Bəs indi sən də birazdan deyirsən ki, mənim ömrümün son həccimdir, gedəcəm. Yaxşı. Bəs bunlar heç dindən heç nə bilmədən sən bunların hamısını yığdın bura, necə olacaq bu? Peyğəmbər deyə bilər ki, o mənim vəzifəm deyil. Mənim vəzifəm bu idi ki, şirki Hicazdan aparım. Şirk
büt, yəni bütpərəstlik Hicazdan getməlidir və insanlara İslam çatmalıdır. Başqa məsələlər mənim vəzifəm deyil. Əli və ali əli onlar eləyəcək. Ona görə deyir ki, Rəd surəsi çox möhtəşəm ayədir. Sən qorxudansan, hər bir qövm üçün hidayət eləyən var. Hidayət məsələsi ilə qorxudan məsələsinin fərqi budur ki, qorxudan gəlir, həqiqətləri anladır. Amma Peyğəmbər bizi harda getdi? Hər şey qarma-qarışıq bir dönəmdə getdi. Hətta son vaxtlarında Peyğəmbər gəldi məscidə dedi ki, fitnə və fəsad baş qaldırıb. Allahım sən şahid ol ki, mən bura qədər belə eləmək istəmirdim. Doğrudan da Peyğəmbərin dinində, Peyğəmbərin dönəmində daha doğrusu. Peyğəmbərin dönəmində bilirsiniz nə baş verirdi? Kim gəlirdisə qorxudan və yaxud da başqa səbəblərdən müsəlman olurdu. Əbu Süfyan kimisi və bunların hamısı. Heç eləsi vardı Peyğəmbərin özünü görməmişdi. Peyğəmbər bu sistemi qoyub gedirsə, Allaha üz tutmaq lazımdır. Peyğəmbər neynəsin? Allaha üz tutmaq lazım ki, ilahi, ya bu kişinin ömrünü uzat, bu hər yerdən bütün gəlib, insanlığı əhatə eləsin. yəni bu bir yerə qədər məsələləri düzəltsin. Bu ancaq bütpərəstliyi aradan aparıb, bütxanaları sındırıb dağıdıb. Bir də insanlar dildə də olsa iman gətirir. Bunun ya ömrünü uzat, məsəl üçün olsun bunun yaşı 100, indən sonra da bir 40 il çalışsın, məsələlərə aydınlıq gətirsin o cəmaata, desin ki, din nədir? Onlar bilirsiniz gəlib nə deyir? Heç Peyğəmbəri görməmişdilər, xutbəsini qulaq asmamışdılar. Deyirdilər, yaxşı, müsəlman olmaq üçün nə etməli? Peyğəmbər deyir ki, kəlmə-i şəhadət gətirəcəksiniz. Onlar 2 dənə sözü deyirdilər, kəlmə-i şəhadəti və çıxıb gedirdilər öz qəbilələrinə. Gedirdilər, Peyğəmbər deyir ki, öz qəbiləvizdə gedin, bundan xəbərdar edin. İndi Peyğəmbər dünyasını dəyişir, cəmaat heç bilmir ki, din nədir? Sistem nədir, nə baş verir, nə üçün bizə gəlib? Ona görə də ya Peyğəmbərin ömrü uzun olmalı idi, amma Peyğəmbərin ömrü uzun olmur. 63 yaşında dünyasını dəyişir. İndi əgər 63 yaşında dünyasını dəyişirsə, biz üzümüzü tuturuq Allaha. Deyir ilahi. Sonra yəni dinin elə bu idi də. Yəni budur. Bir dənə Quran kitabı, vəssalam. Peyğəmbər də gətirib hər şeyi töküb ortaya. Hər şey ortalıqdadır və bundan sonra da ilahi hüccətin insanlar arasında nümayəndə olmadan gedir. Ona görə də Allah buyurur ki, indi tamamladım. Peyğəmbər hər şeyi səhmana saldı. Nübüvvət sistemini mən insanlığa göndərmişdim. Onlar bir yerə qədər aparmışdı. Amma sonuncu konsepsiya nazil olandan sonra növbəti bir məsələ. Çünki daha konsepsiyaya ehtiyac yoxdur deyə nübüvvətə ehtiyac yoxdur. İndi imamət sistemi gələcək, hər şeyi səhmana salacaq. Xanım Fatimə Zəhra da o xutbəsində elə deyirdi. Deyir ki, əgər siz əlinin ətəyindən tutsaydınız, o sizi yavaş-yavaş məqsədə, hədəfə çatdıracaqdı. Bəziləri deyirlər ki, onlar olmadısa da hər şey getdi də yoluyuca. Amma biz deyirik ki, yoluyuca getmədi. Bizə elə gəlir getdi, yoluyuca getmədi. Çünki həqiqi İslamın həqiqi tərəfi, İslamın ümumiyyətlə həqiqi tərəfi çox da gündəmə gəlmədi. Hər kəs qədurxumu qəbul elədisə, hər kəs qədurxumda Allahın ismarışına hə dedisə, bu kəslər üçün dinin həqiqəti açıldı. Görürsünüz, qədurxum birləşdirici amildir bu məsələdir. Çox mühüm məsələdir. Məsələyə toxundunuz Eşən müəllim. Ümumiyyətlə bayaqlar bir nəzəriyyə dedi, Peyğəmbər bir nəzəriyyə qoydu ortalığa, amma belə deyək də bir insan ömrü nə qədər 23 il zaman zərfində insanlığa təbliğat elədi. Məsələnin təsdiq hissəsi baş verdi. Təsdiq hissəsi, yəni təsdiqlədilər, iman gətirdilər, iqrar elədilər. Əməl müstəvisi elə bir geridə qaldı. Yəni o nəzəriyyə var. Nəzəriyyə ilə sən insan yetişdirməlisən və insanlar üzə çıxmalıdır. İnsanların vilayətə olan münasibətdə həqiqətlərinin aşkarlanması. Məsələn, bir nəfər var idi, çox nübüvvətdən çox cüzi şey başa düşmüşdü. Elə Əlamə Əmini də Qədurxum kitabında ona qeyd edilir. Gəlir deyir ki, Səələ sailun bi əzabın vaqi. Bir nəfər gəldi, dedi ki, özü üçün əzab istəyəndə Peyğəmbərə belə dedi. Dedi ki, dedin namaz qıldıq. Dedin oruç tutduq. Dedin filan qəbul elədik. İndi bu ki vilayəti eləmisən, bu sənin Allahın sözüdür, yoxsa öz sözündür? Yəni özündən gətirmisən, bu sənin şəxsi maraqlarına xidmət edən bir məsələdir, yoxsa Allah bunu deyib sizə? Yəni çox cüzi şey başa düşmüşdü də dindən. Elə qəbul eləyirdi ki, Peyğəmbər şəxsiyyəti ilə
Allah həqiqəti bir-birindən ayrı həqiqətlər, ayrı məsələlərdir. Peyğəmbər ola bilər də bəzi məsələləri öz maraqlarına tərəf çevirə bilər. Bəzən bu gün müasir gündəmdə görürük ki, Peyğəmbər şəxsiyyəti ilə Allah kitabını bir-birindən ayırmaq məsələsi var. Ki, Peyğəmbər şəxsiyyətini elə bil Allahın kitabından ayırmaq istəyirlər, o sıyırıb çıxartmaq istəyirlər. Tək Allahın kitabı, o da mücərrəd mənada, elə bil müasir protestantlıqdır da. Yəni, necə Lüteran dövründə, reformist, islahatçı dövrdə, bəli, Martin Luther, Lüteran kilsəsi nəyə xidmət edirdi? Ancaq müqəddəs kitaba istinad elə, bir növ oradan müqəddəslik amilinə çıxart filan elə, onu ancaq insanlara bir əməlsiz bir din təqdim eləmək. Nə başa düşürsən o. Nə başa düşürsən o. Və burada da bir növ Peyğəmbərə gəlib belə bir iradə elədilər ki, yaxşı, bu sənin öz fikrindür. Bir növ o baxış var idi. Dedi ki, bu Allahın həqiqətidir, mən bunu çatdıram. O da deyir, əgər belədirsə, Allah mənə bir əzab nazil eləsin. O tarixdə belə bir şey keçir. Məaric surəsinin 1-ci ayəsində belə əzab da nazil olur. Bundan işim yoxdur. Yəni, burada bir növ nə var? Burada o insanların ümumiyyətlə məsələyə yanaşmasında problem var. Mən indi nəyə gəlmək istəyirəm? Quranda bir ayə var. Deyir ki, Musa Peyğəmbər barəsində ki, fəzəkkir bi əyyamillah. Allahın günlərini xatırlayın. Sonra hədislər zaten bəzi, məsələn, məfhum ana qayda Quranda qeyd olunur. Amma Peyğəmbər həyatında, Peyğəmbər hədislərində bunun tətbiqi var. Peyğəmbər artıq istər Quranda o günləri qeyd eləyir. Yəni bir yanda deyir Allahın günlərini qeyd eləyin, xatırlayın. Onları qeyd eləyin, onları zikr edin. Daha çox zikr edin sözü. Zikr çox böyük bir, möhtəşəm bir şeydir. Zikr edin. Sonra məsələn Məlik Yevmiddin, qiyamət din günüdür, Allahın günüdür. Biləsən ki, bu da zikr olunmalıdır. Məsələn, hədisdə gəlir ki, tutaq ki, Aşura bir Allahın günüdür. Həmçinin də o bayaqlar dediyi, Qədir Xum günü də Allahın günlərindən biridir. Bu zikr olunmalıdır. İndi mən buradan keçid alaraq Pərviz müəllimə demək istəyirəm ki, sənət dünyasında da belə bir şey var. Müəyyən məsələləri daim zehində tutmaq, daim canlandırmaq, daim tamaşaçının önünə qoymaq, bir dənə əsəri tez-tez bunu gündəmə gətirmək. Məsələn, İnsanın deməli praktikasında bu var da. İnsan bunu canlandırmaqla nə demək istəyir? Mən istəyirəm buradan keçid alaq ki, yəni daim bir, məsələn tutaq ki, istər tarixi bir hadisə olsun, yəni tarixi bir deyək ki, motivdə yazılmış bir ssenari olsun, ya hansısa bir mühüm bir məsələnin daim deyək ki, teatr səhnəsində, tamaşa şəklində qoyulması. Bu nəyə xidmət eləyir? Yəni bundan bir əlaqə varmı ki, Allah deyən ki, fəzəkkir bi əyyamillah, Allahın günlərini xatırlayın və günlərdən də mühüm olanlarını qeyd eləyir. Belə bir sual çıxır ortaya. Sənət nədir və nə üçündür? Bu həmişə bir məşhur bir sual var da, sənət hamı üçündür, yoxsa sənət üçündür? Məncə sənət həqiqət üçündür. Həqiqət də hər kəs üçündür, insan üçündür. Deməli, sənətin mahiyyəti, həqiqəti ehtiva eləməkdirsə, sənətçi həqiqəti nədə görürsə, onu təlqin eləyəcək. İndi biz əgər həqiqəti özümüzün, yəni subyektiv həqiqətlərimiz var bu öz yerində. Əgər biz inanırıqsa, bir sənətçi inanclıdırsa, deməli, onun üçün bir fundamental həqiqət var, Allah. Yəni, və o ora xidmət eləyəcək. Və əslində hətta inançsız adamlar da var da. Dünya ədəbiyyatında kifayət qədər əsərləri var, yaxşı yazılan əsərlər var. Baxırsan ki, xalis işlə məşğul və bir həqiqətə toxunub da, əslində o da Allaha xidmət eləyib. Çünki həqiqətin cövhəri budur da, həqiqətin başqa bir cövhəri yoxdur axı, həqiqət yayılır da. İndi bu vilayət məsələsində də sən nə yazsan, müasir dünyada belə deyim, biraz başqa aspektdən yanaşım. Hətta sənət müstəvisi, dini məsələ, bunu qoyuram qırağa. İmamət məsələsini dəlillərlə filan, bu ruhanilərin, nə bilim, istəyində cədəl elmi var, bunlar olar, bu eləmək olar. Amma mən düşünürəm ki, insan və Allah münasibətində, insan və Peyğəmbər, insan və imam münasibətində bir metafizik incəlik lazımdır. Yəni,
elə bir nurdur, bir şey sən hər məsəl üçün böyük bir şey bahalı ağac toxumları ki, hər torpaqda yetişmir də. Bir münbit şərait olmalıdır ki, o qəlbdə çiçək açsın. Yəni işin bir psixoloji tərəfi var. Bu gün mən düşünürəm ki, oturub detal nəyisə izah eləmək bir insan əgər qəlbi ona hazır deyilsə, sən ona bütün faktlarda qoysan, o yetişməyəcək o qəlbdə. Çünki bu imamət elə bir məsələdir ki, yəni bir insanın höccət olmağı, bəşəriyyətə feyz məsələsi o indi o əmr aləmi filan ora girməyə. Bunu başa düşmək üçün, bunu qavramaq üçün sadəcə əqli məsələ deyil. Burada bir qəlbi məsələ var. Qəlb var ki, bu o qəlbdə yetişməlidir. Ən unudulmuş bayram kimi Qədirxumu göstərmək olar. Açığı da, yəni bəşər. Niyə? Çünki dünyanın indiki istehlak sisteminə ən zidd olan bayram Qədirxum bayramıdır. Daban-dabana ziddir. Niyə? Sən qurban kəsməyə, qurban bayramı möhtəşəm. Qurbanı kəsdin, payladın, ritualı yerinə yetirdin, dayandın. Yəni hətta ziyarətdir. Getdin, ziyarətini elədin, dayandın. Yəni bütün şey, amma Əhl-i Beytdə axıcılıq var, o seyrətül vücud anlayışı var, o sədrada. Axıcılıq var. Niyə? İmam həmişə var. Və psixoloji olaraq insan istehlak cəmiyyəti nə deyir? Deyir, mən sənə daim verəcəm, sən istifadə elə. İnsan niyə sən özünü yalqız hiss eləmə? İnsan Allaha sığınmalıdır təbii, amma Allah o bizdən kənardır da, məkan və zamandan hüdudsuzdur deyə, kənardır deyə biz görmürük də, yəni görmürük. Amma imam şəxsiyyət olaraq deyir ki, o sənin kimi insandır və yaşayır. Yəni deməli, insan özünü tənha hiss eləməyə bilər burada. Maksimum o mənəvi kanalı bağlamaq lazımdır ki... Elə bir Allah həqiqətindən əl çatan bir həqiqət. Allahın kəmalından ələ gətirib. Çünki indiki fikir verin, müasir dünyada arada çox gülməli gəlir mənə. Belə videolar hazırlanır, kitablar görürəm, məsəl üçün də 15 dəqiqəyə İslam, nə bilim, 10 dəqiqəyə fəlsəfəni öyrən. Yəni 10 dəqiqəyə fəlsəfəni necə öyrənmək olar? İnsan həyatı lazımdır ona. 20 dəqiqədə sünni-şiə problemini həll elə. Yəni bu informasiya ilə həqiqi. İnsana deyir ki, sən istehlak, sən istehlakla məşğul ol. Biz veririk materiallar. Bunu al, onu dini bir şey, yəni ruhaniliyimi istəyirsən. Bir dənə bax bu videoya 10 dəqiqə özünü sakitləşdir. Life coachlar çıxıb da, məsəl üçün, bunu elə sakitləş. Hətta indi yoqanın özü əslində böyük bir mədəniyyətdir. Sən onu çıxardıb klinikləşdirmirsən, gətirmirsən bir dənə otağın içində ki, ayağı qaldır göyə, sal yerə, sən rahat olacaqsan. Amma böyük bir sistemin unudulmaq. Niyə? Çünki bu sistem səni xilas eləyə bilər də. Bu sistem sənə çünki yaşam üçün bir təyinat verir, bir bələdçi kitabı verir. O kitabı maksimum gizlətmək lazımdır ki, sən o kitabı oxusun, ayıldın axı, sən ayılırsan və birdən-birə deyərsən ki, bir dəqiqə dayan. Dayanmaq lazımdır axı. Amma deyir, yox, sən dayanma, şiddətli şəkildə getginə. Əslində o bayaq dediyiniz indilik məsələsi var ha, indi. İndi nədir? O hüzurda durmaq var. Hüzur və hazır sözü bildiyim qədər eyni kökdəndir. Yəni sən hər an hüzurda hazır dayanırsan imamla ki, yəni o nə deyir, onun yolu ilə gedirsən. Və hüzurda hazır dayanmaq səni aramlaşdırır. Aramlıq müasir dünyanın düşmənidir. Müasir dünyada aram oldunsa, qəlbin aram olduğu, mütbəyin olduğunsa, sən almayassan nələrsə, satmayassan nələrsə və bu artıq o çarxın dayanmağıdır və bu sistemin əksinədir. Ona görə əslində unudulan bayramlardandır Qədirxum, belə düşünürəm. Gözəl nöqtələrə toxundu. Mən bir məsələni qeyd edeyim. Elə bil Pərviz mənim danışdıqca zehnimə bir şey gəldi. Ümumiyyətlə bizim ilk Qurani-Kərimi açdığımız zaman ilk hekayə, ilk qissə Adəmin qissəsi başlayır da. Bizim üçün ilk olan hadisə Adəmə səcdə əmri gəlir və iblis bu imtahandan keçmir. Bizim üçün ilkdir. Amma təsəvvür edin, bu şeytanın neçə illik ibadətinin sonudur. Sonuna verilən. Yəni bu ibadəti gəl imtahanını ver. İmtahanından keçə bilmir. Bizim üçün artıq ilk mərhələ başlayır. Bir növ burada maraqlı bir, yəni artıq bir dənə mərhələyə keçid var. Mərhələyə. Yəni sən bu qədər ibadət mərhələsindən bir keçid almalısan. İndi görə bu keçid mərhələsində sən imtahandan necə keçə bilərsən ki, Pərviz mənim o məsələyə toxundu.
Yəni bayaqları Elşən müəllim də bu məsələyə toxundu ki, insan yəni nübüvvəti sən yaşadın. Nübüvvət bir sözlə bitdi. Bu gün sizin dininizi kamilləşdirdim, amma bu söz bir söz deyildi də, bu söz artıq bir keçid sözüdür. Artıq yeni bir mərhələ başlayır. Yeni bir mərhələdə artıq insanların bir növ belə deyək, iki aspekt var. Bir İslam aspekti var, bir iman aspekti var. İslam dinin zahir tərəfidir. İman bunun ruhu tərəfidir, məna tərəfidir. Yəni peyğəmbər də belə bir ifadə buyurub ki, mən içinizdən bir şəxs çıxacaq, Allah qəlbini imanla imtahan eləmiş bir şəxs çıxacaq. Mən dinin tənzili, yəni İslamın zahiri uğrunda vuruşduğum kimi o təvili uğrunda, yəni mənası uğrunda vuruşacaq. Bu artıq ikinci mərhələdir. Burada birincidə əgər İslam vardısa, birincidə əgər Lə iləhə illallah, bayaqla Elşən müəllim qeyd edirdi, Lə iləhə illallah kəlməsi var idisə ki, sən bir dənə söz deməklə İslama girirdin, bundan da səndən məsuliyyət götürülürdü. Amma sən artıq proses başladı. Proses nədir? Proses artıq iman mərhələsinə keçdi. İslamdan iman mərhələsində artıq sınaqlar başladı. Sən nə qədər o iman həqiqətini daşıya bilirsən. Birincidə söz mərhələsindən daşıma mərhələsi. Bu qədirxum artıq keçiddir. Daşıma mərhələsində artıq insanların o iman həqiqətini necə daşıması prosesi gedir. Biz öz aramızda Elşən müəllimlə danışanda bir neçə nöqtəni mən onu qeyd eləmişəm ki, bu belə deyildi, verilişdən öncə bir danışıq idi. O ki, Elşən müəllim çox maraqlı bir nöqtələrə toxunmuşdu ki, din insanın ruhunu qidalandırmaq üçündür, nəinki zahiri tərəf. Yəni məsələn ləzzət almaq. Yəni zahir məsələsi qalsın qırağa. Zahirdən sən heç ləzzət ala bilməzsən. Zahiri haqq təqdim elə, məsələnin o İslam tərəfi belə deyək də bir qabıqdır. Qabığı qoyaq qırağa. Axı məsələnin ləzzət tərəfi var. O ləzzət kontekstində Elşən müəllim nə deyə bilər ki, din əsas budur. Din əsas irfandır. Din əsas məsələnin ləzzət tərəfidir, mənəvi tərəfidir. Qədirxum kontekstində necə görsənir? Bir neçə siz bu cümlə ilə bunu qeyd eləyin. Həm də bu bir növ tamamlayıcı məsələlər olsun. Bəli, çox düz buyurursunuz ki, əvvəldə də bunu demişdik. Əslində bu din insanların ruhunun təkamilə çatması üçündür. Ona görə də düzgün Allah deyən yolla gedərsə insan, Allah insanın ruhunun təkamülündən xəbərdardır. Nələr onun təkamülünə, nələr onun tənəzzülünə səbəb ola bilər. Əgər o ruhunu təkamül elətdirə bilərsə, o elə bu dünyada ikən ləzzət almağa başlayacaq. Bəli. Bax bir məsələ də budur ki, məsələn Quranda deyir ki, Şura surəsi 23-cü ayədə də deyir ki, ey peyğəmbər, səndən soruşsalar, denən ki, mənim əhl-i-beytimi sevsinlər. Alimlər deyirlər ki, sevsinlər əmrdir. İnsan hisslərinə əmr eləyə bilməz ki, nə deməkdir sevsinlər? Məsələn, mən indi sevə bilmirəm. Allah bilir haçan sevərəm əhl-i-beyti. Bu gün İslam'a gəlmişəm, mən məsələn xristiyan idim. Alimlər deyirlər ki, o bir test məsələsidir. Yəni, sən sevənə qədər çalışmalısan. Sənin ruhunun haçan biləcəksən ki, mənim ruhum Allah istəyən kimidir. Ümumiyyətlə, mənim ruhum öz potensialını aktuallaşdırdı. Haçan? İlahi övliyanı sevə biləndə. Çünki ilahi övliya kamal sifətlərinə sahibdir. Sənin fitrətində kamalı sevir. Əgər sənin fitrətində kamala qarşı hansısa bir simpatiya yaranmırsa, ona tərəf meyilli deyilsə, deməli sən hələ ruhunun potensialını aktuallaşdırmamısan. Ki, sən o yaxşı insanlara qarşı səndə məhəbbət yaranmayıb. Ona görə də sən nə etməlisən? Sən biraz da çalışmalısan ki, sənin ruhun kamalda olanları sevə bilsin. Əslində onun da bir də Allah var, əslində Allahı axtarır, amma Allaha siz bayaq da deyirdiniz, Allaha çata bilmədiyinə görə ondan əvvəlki mərhələdə
ilahi övliyaları, ilahi höccətləri görməsi. Ona görə də Əli əleyhissalam ki, biz ki deyirik ya, məsələn Qədrxum əslində Həzrət Əli üçün deyil, Allahın imamət sistemidir. Bəli, bu düzdür, amma Allah da orada hər kəsi qərar verməz. Allah elə bir kəsi öz höccəti və nümayəndəsi qərar verməlidir. O kamilliyə aparır. Kamilliyə aparsın, eyni zamanda onun kamaldan bir payı olmuş olsun. Niyə? Çünki insan həmin o danışdığımız kimi insan sentimental varlıqdır. Kamala qarşı onda bir meyllənmə baş verir. Və yaxud elə Pərviz bəy də ona toxunur ki, yəni hər adamı da anlatmaq olmur. Çünki insanlar pis olduğu sürəcə, pislik etdiyi sürəcə ruhun alıcılığı azalırsa, təbii ki, o yaxşı adamlara da yönlənə bilmir, yaxşı adamları da sevə bilmir. Ona görə də belə nəticə ələ gətirə bilərik ki, alimlərin Allahı Qədrxum günündə imamları, imamət sistemini qoymaqla və Peyğəmbər də imamət sistemindəki nümayəndələr kimdir? Hamısının adını bir-bir çəkir. Onları təqdim eləməklə Allah həm bizi növbəti nümayəndələrini göndərir ki, bu nümayəndələr bizə Allahın dinini yaxşı şəkildə izah eləsinlər. Sizin bayaq hədisdə dediyiniz təvil məsələlərini yaxşı şəkildə izah eləsinlər. Özdə Peyğəmbər orada qəti deyir. Deyir ki, nə onlardan önə keçməyin, nə onlardan geri qalmayın. Onlar Kövsər hovuzuna qədər bir yerdə olacaqlar. Eyni zamanda onlar həm də təkvini cəhətdən, yaradılış cəhətindən də Allahın kamal sifətlərinə sahibdirlər. Yəni ilahi höccət həm də belə olmalıdır. Allahın kamal sifətlərinə sahibdirlər deyə bu dəfə insanların onları sevməsi, onların ruhunun təkamül etməsində bilavasitə köməkçi olur. Həm şəri məsələləri düzgün yerinə yetirirlər, həm dinin həqiqətindən düzgün xəbərdar olurlar. Həm də onları sevməklə, onlara meyllənməklə, onlar üçün fədakarlıq etməklə bu tərəfdə yenə də ruhlarının təkamülə çatmasında sanki əlavə bir məsələ olur. Ona görə də mütləq şəkildə ilahi höccət olmalıdır və bu ilahi höccət hər bir zamanda və bu ilahi höccət də Allahın kamalından bəhrə aparmış kəslər olmalıdır. Ona görə də Əhl-i Beytin həqiqəti barəsində nə qədər hədislər var ki, onlar kimdilər, onlar ilkin yaradılışdılar, onlar və Əli əleyhissalam barəsində Peyğəmbər buyurur ki, indi bir kəs girəcək içəri ki, 70 peyğəmbərin keyfiyyətli xüsusiyyətləri onda cəm olunub. Ona görə də məhz bu kəslərə, Peyğəmbər Əhl-i Beytindən olan məhz bu kəslər ilahi höccət ola bilərdi. Deməli, Qədrxum məsələsi nəinki dünəndir, elə əvvəldəki məsələ. Bugündür, sabah. Bugündür və bu gün onun nümayəndələrindən biri də yaşayır. İmam Zaman əleyhissalam yaşayır və İmam Zaman əleyhissalamın varlığı ilə həm biz dinimizi düzgün başa düşürük, çünki imamət sistemi bizə bunu anladı. Həm onun zuhurunu gözləməklə yenə də Allahla rabitəmiz kəsilməmiş olur. Biz bilirik ki, nümayəndə var və o nümayəndə ki, bizi çatdıracaq. Eyni zamanda da onlara qarşı məhəbbətlə də bizim ruhumuzun o testini vermiş oluruq. Yəni sevə biliriksə, deməli bizim ruhumuz işləyir. Çox gözəl nöqtələrə toxundunuz. Mən də istəyirəm bir əlavəni eləyim. Əgər Pərviz müəllimin bu mövzu ilə bağlı xüsusi bir əlavəsi olsa, o da qeyd eləyər və mövzunu tamamlayarıq. Qurani-Kərimdə bir ayə var. Ali İmran surəsinin 31-ci ayəsində ki, ustad bilir bu ayəni. Buyurur ki, İn kuntum tuhibbunallah fattabi'uni yuhibbukumullah. Əgər siz deyirsiniz ki, biz Allahı sevirik, peyğəmbərə, indi orada fattabi'uni mənə tabe olun ki, peyğəmbər timsalındadır bir. Mənə tabe olun ki, Allah da sizi sevsin. Böyük arif, böyük alim, müfəssir Əlamə Məhəmməd Hüseyn Təbətəbai ağanın bir yaxşı sözü var. Çox maraqlı bir kontekstdə izah edir. Mən başqa yerdə görməmişəm. Çünki məsumiyyəti, məsumluğu bundan gözəl ifadəsini görməmişəm. Məhz bu ayədə Peyğəmbərin məsumluğuna toxunur. Necə? Deyir ki, əgər sən deyirsən Allahı sevirik, hər kəs iddia edə bilər. Mömin, qeyri-mömin, hər bir insan bu iddiayla çıxış edə bilər ki, mən Allahı sevirəm. Amma məsələ sənin Allahı sevmə iddianda deyil. Məsələ Allahın da buna qarşılıq verməsidir ki, Allah da buna qarşılıq verirmi? Ortada bir dənə ifadə var, fəttəbiuni. Mənə tabe olun ki, Allah da sizi sevsin. Deməli, Peyğəmbər özündə elə xüsusiyyətlər daşıyır ki, o səni apara bilər ilahi sevgiyə. Kamala o apara bilər. İndi Peyğəmbər də məsum olmasa, o səni ilahi sevgiyə apara bilməyəcək. Çünki o şeylər ki var, Allah zülmü sevmir, Allah fiski sevmir, fəsadı sevmir, çox-çox şeylər sevmir. O şeylər ki, insanı kamaldan saxlayır.
Əgər peyğəmbər özündə xüsusi o dediyimiz məsələlərdən özündə daşısa özündə olsa, o səni aparıb çatdıra bilməyəcək. Gərək məsum ola ki, ilahi sevgiləri özündə cəmləşdirir ki, sənin bir nəqliyyat vasitəsi kimi ilahi. İndi yaxşı bunu deyək ki, peyğəmbərə xasdır? Yox. Niyə peyğəmbərə xasdır? Çünki burada deyir ki, fəttəbiuni, mənə tabe olun. Demir fəttəbiur rasul. Hə bunun ən ali nümunəsi peyğəmbərdir. Amma deyir mənə tabe olun. Maraqlıdır ki, bu Quran ifadəsində mənə tabe oldu. İndi bunun da ən ali nümunəsi Həzrət Əli əleyhissalamdır. Sabah bayrağı elə bir şəxsə verəcəm. Allah və Rasulü onu sevir, o da Allah və Rasulunu sevir. Ən ali nümunə Həzrət Əlidir. Deməli, o mənə tabe olun içərisinə Həzrət Əli də girdi. Dövr aldı peyğəmbərdən sonra Həzrət Əli və o da apardı kamala. İndi peyğəmbərdən sonra bu xüsusiyyəti, Əlidən sonra bu xüsusiyyəti kim daşıyır? Və estafeti verirlər bir növ və ilahi kamala doğru o şəxslər mən ki, mənə tabe olub davam edir axıra qədər. Ki mən Hər kəs nümayəndədir, sonra daxil olur. Bəli. Və mən istədim bunu ki, ustadın o sözünə bir qüvvət olaraq deyim. Həm də istəyərdim ki, Pərviz müəllimin əgər bu barədə xüsusi bir bu söhbətlə bağlı, ümumiyyətlə mövzu ilə bağlı bir xüsusi qeydi varsa, əlavəsi varsa qeyd eləyər. İnşallah ki, mövzunu bitirər. Xüsusi qeydim əslində belə bitirmək istəyirəm fikrim ki, o sevsinlər məsələsi ki var. Test deyir, çox yaxşı yanaşmadır. İnsan gərək axtarsın ki, tapılsın. Yəni əslində həyat nədir? Axtarmaq və tapılmaq da. Yəni tapmaq özü bu axtarırsan ki, tapasan. Bir də var ki, sən axtardıqca səni də tapmağa çalışırlar. O məşhur psixiatrdır, Carl Gustav Jung'un bir sözü var. Deyir ki, biz elə bilirik ki, biz ideyaları tapırıq. Amma əslində ideyalar gəlir bizi tapır. İndi əslində sən ciddi cəhdlə axtaranda elə həm də tapılırsan. Yəni məsələnin dini, məsələnin teoloji tərəflərindən ziyadə əlavə biz bir həyatda yaşayırıq və bu dünya təkcə rasional təfəkkürlə həll olunacaq məsələ deyil. Simona Weil'in bir sözü var, deyir ki, ağac yaşamaq üçün göyə möhtacdır, göy üzünə. Baxmayaraq ki, onun ağacın kökləri yerdədir. Amma günəş işığı olmasa ağac yaşaya bilmir. İnsan bu dünyada mütləq şəkildə göylərə möhtacdır da. Və göylərin də nəzəri olmasa, yəni o məsumların, biz bəzən bunu qeyd eləyim, bizim əqidədə də məsələn biz bəlkə də o qədər yaxınlaşır, özümüzə yaxın hiss eləyirik. Bəzən mən görürəm bunu ki, o şəxsiyyətlərin əzəmətini bəlkə də biraz o qədər özümüzlə ünsiyyətdə hiss eləyirik, bəlkə də itirmiş oluruq. Çox əzəmətli insanlarla rabitədə olmaq insanı böyüdür. Yəni gərək ona görə böyük şəxsiyyətlərin həyatını daim mütaliə eləyəsən, daim onlarla kontaktda diri saxlayasan ki, özündə o diriliyi, həyliyi hiss eləyəsən özündə. Və bir də Həzrət Əli ilə bağlı sonda sözüm bu olar ki, sistemdən əlavə, imamətdən əlavə, tarixi qəhrəmanlıq, şəxsiyyətlikdən əlavə İmam Əli artıq bir simvola çevrilib. Bir eşq simvoluna çevrilib. Biz nə qədər, indi bu dini tərəfdən də danışa bilərik, dünyəvi tərəfdən də. Amma bugün fikir verin, dünya bu qədər övliyalar olub tarixdə, xəlifələr olub tarixdə, hətta əks, belə deyək də, cəhvə demək istəmərəm, əks əqidədə olan şairlərin də belə yazdığı şeirlər Həzrət Əli ilə bağlıdır. Yəni başqa xəlifələrlə, başqa tarix şəxsiyyətlərlə yox. Çünki bir eşq məsələsidir. Bu baxımdan Həzrət Əli əslində özü artıq, yəni insan nə gözəl ki, bir müddət sonra simvola çevrilir. Yəni Həzrət Əli bir eşq simvoludur, bir ata simvoludur, bir sığınacaq simvoludur. Bu baxımdan yəni Həzrət Əlinin təkcə imamət məsələsi öz yerində, həyatı ilə kontaktda olmaq, onun nə gözəl ki, yığılmış xütbələri var, o xütbələrlə kontaktda olmaq insanı həqiqi mənada böyüdür. Və bir də görsən ki, elə bir məqamda sənin əlindən tuturlar ki, sən özün fikirləşirsən ki, bu necə oldu? Baxırsan ki, əslində qətrə-qətrə sən ki, əziyyət çəkirsən, amma əslində hamı səni görür, yəni yuxarıdakılar səni görür. Bayramınız mübarək olsun. Allah köməyiniz olsun. Çox gözəl bir sözə toxundu. Pərviz müəllim sonda qəşəng bir qeyd vurdu.
ağac misalı da lap yerinə düşdü. Mən də kamilləşdirim Eşən müəllimin icazəsi ilə məsələni bir kamilləşdirək. O deyir ki, Quran-Kərimdə belə bir ayə var, buyurur ki, Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibətən əsluha sabudu fərvuha fissəma. Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz, yəni gözəl kəlmə, əslində kəlmə həm də insana xasdır. İsa peyğəmbər, Həzrət Əli şəxsiyyəti öz kəlmədir. Deyir, gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. Ağac kimidir. Çox maraqlı bir söz var. Deyir, o ağac Rəbbinin izni ilə bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə düşünüb ibrət alsınlar. Burada maraqlıdır. Deyir ki, var dünya meyvəsi, var cənnət meyvəsi. Yəni, dünya meyvəsi budur ki, meyvə ya almadır, ya armuddur, birdir. Amma cənnət meyvəsi bütövdür. Allah bütün meyvələri bir ağacda qərar verib. Yəni, bütün ala biləcəyin hamısı. Əvvəla birincisi budur ki, kökü Allahdan qaynaqlanır və yeri insanlardadır. Daim də verir meyvəsini, daim Allahın izni ilə verir. Və mən bayaqları Eşən müəllimin, Pərviz müəllimin vurduğu qeydlərlə məsələni belə xülasələndirmək istəyirəm ki, Qədirxum bayramı bir dövrə, bir tarixə məxsus bir məsələ deyil. Allah bu misalı Quranda belə misal vurur ki, o hər zaman öz meyvəsini verəcək, hər an Allahın izni ilə barını verəcək. Sadəcə olaraq bu karvana qoşulmaq, bu orkestrin tərkibində olmaq, bu xorun iştirakçısına çevrilmək, bu ssenarilərdə olmaq, bir növ bunu bir təzəkkür eləmək, daim insanların zehnində saxlamaq bizim bir növ o karvanın daxilində hərəkət eləməyimizə bənzəyir. Elə bilirəm bizdən tələb edilən ciddi bir şey yoxdur. Sadəcə axara uyğun, özü istiqaməti bayaqları Pərviz müəllim qeyd elədi. Dedi ki, əslində sən özün həm axtarmırsan, həm də tapılırsan. Sən əgər buradasansa, o qoşulursansa, bu paralel şəkildə hərəkət eləsən, Eşən müəllim demişkən, şərt deyil, nə geridə qal, nə önə keç, paralel şəkildə hərəkət eləsən və daim bu yenilənmə prosesi baş verəcək və sən də, biz də, hər kəs Qədirxum bayramından öz nəsibini alacaq. Əzizlər, bu günləri verilişin sonuna gəldi, çatdıq. Hər birinizə bu bayramı gözəl şəkildə qeyd eləməyi arzu edirəm. Təşəkkür edirəm ustadlara. Var olun ki, iştirak elədiniz, bizə feyz verdiniz, istifadə elədik, sizlərdən yararlandıq. Biz təşəkkür edirik. Çox sağ olun. Minnətdarım. Bir daha bayramınız mübarək olsun. Bayramınız mübarək olsun.